20 gün öncə Sumqayıtda təmir işləri zamanı ağır bədən xəsarətləri alan usta bu gün müalicə aldığı xəstəxanada vəfat edib. Hadisə Novxanı bağları ərazisində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb. Belə ki, təmir işləri ilə məşğul olan 44 yaşlı Vüsal Quliyev işlədiyi evin damından yerə yıxılıb. O xəstəxanaya çatdırılsa da aparılan müalicə və müayinələrə baxmayaraq həyatını itirib. 10.06.2025-ci tarixində saat 17:25 radələrində Sumqayıt Tibb Mərkəzinin strukturuna daxil olan 2 nömrəli şəhər xəstəxanasına 1981-ci il təvəllüdlü kişi cinsli şəxs hospitalizasiya olunub. Boyun fəqərələrinin çoxsaylı sınıqları, müştərək travma, onurğa beynin ağır dərəcəli əzilməsi diaqnozları təyin edilən şəxs ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib. Zəruri tibbi xidmətlər göstərilən pasiyent cərrahi əməliyyat olunub. Klinik diaqnostik müalicə prosesinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 21:30 radələrində şəxsin ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.